Salam, değerli tələbələrimiz. Biz bugün növbəti dərsimizi keçəcəyik sosial işlə bağlı. E, Biz bilirik ki, sosial işin artıq müəyyən mənada əhəmiyyəti nədən ibarətdir. Bunun qabaqçı dərsimizdə izah etdik. Bugün də sosial işin əsas anlayışlarını sizlərə izah edəcəyik. Bu çox önəmlidir. Çünki sosial işçi anlayışların dilini mütləq bilməlidir. Yəni digər sahənin mütəxəssisləri ki, öz sahələrinin anlayışlarını necə bilirlərsə, bilməlidirlərsə, biz də öz sahəmizdə anlayışları bilməliyik. Birinci yarımbaşlığımız sosial işdə empatiya anlayışı və onun sosial işçi klient arasındakı effektiv kommunikasiyaya təsiridir. Ümumiyyətlə, təkcə empatiya anlayışı deyil, digər anlayışları da biz dərindən bilməliyik. E, Bəri başdan sizə deyə bilərik ki, sosial iş sahəsində ümumiyyətlə anlayışları ən azı bir neçə istiqamətdə qruplaşdırmaq olar. Yəni elə anlayışlar var ki, sosial işlə bağlı deyək ki, ümumi anlayışlar var. Bu anlayışlar bir çox sahələrdə, yəni konkret bir fəndə deyil, bir neçə sahədə işləyən anlayışlar var ki, məsələn, sosial sahə, sosial münasibətlər, sosial ədalət və sair və ilaxır kimi anlayışlar təkcə sosial işdə deyil, deyək, sosiologiyada da, fəlsəfədə də, pedaqogikada da keçir. Ancaq ikinci qrup anlayışlar var ki, bu anlayışlar müəyyən bir, deyək ki, ya humanitar fənlərdə deyək ki, daha çox keçərlidir, ya deyək ki, ictimai elmlərdə keçərlidir, ya riyazi elmlərdə. Yəni artıq gördüyümüz kimi elə anlayışlar var ki, yəni orada bu anlayışlar bir neçə sahədə keçir. Ancaq bir də üçüncüsü var ki, bu anlayışlar sırf işin, yəni hər hansısa bir ixtisasın özü ilə bağlı anlayışlardır. Bunlar sırf məsələn sosial işlə bağlı olan elə anlayışlar var ki, daha çox sosial işdə istifadə olunur. Risk qrupu əhalinin zəif müdafiə olunan təbəqəsi, deviant davranış adamlar və qruplar, deviant davranış, deyək ki, empatiya, adaptasiya və sair və ilaxır ki, bunlar daha çox məhz sosial işdə istifadə olunur. Əlbəttə, sosiologiyada da istifadə olunur. Biraz dediyimiz kimi bunun da səbəbi odur ki, elə anlayışlar var ki, sosial işlə və sosiologiya ilə daha çox bağlılığı vardır. Məsələn, empatiya anlayışı. Biz bilirik ki, empatiya dedikdə, yəni konkret olaraq sosial işçinin işlədiyi benefisiara münasibətdə, müraciətçi münasibətdə özünü onun yerinə qoya bilməsi, onun dərdinə şərik ola bilməsidir. Bu çox önəmlidir, çünki empatiya insanlar arasında ünsiyyətin formalarından biri olub, müraciətçiyi dinləmək, onu və onun mövqeyini başa düşmək bacarıqdır. Eyni zamanda sosial işçi tərəfindən klientin dərdini anlamaqla yanaşı, onun dərdinə şərik olmaq, onun həyəcanları ilə öz həyəcanlarını eyniləşdirə bilmək bacarıqdır. Yəni empatiya sosial işçiyə müraciət edən şəxsi anlamağın xüsusi üsuludur. Vaxtilə bunu Max Weber sosiologiyada istifadə etmişdi. Max Weber sosial aktorun hərəkətini onun öz gözü ilə görüb başa düşməyi tövsiyə edirdi. Hesab edirdi ki, bu yanaşma hadisələri dərk və təhlil etməyin daha düzgün yoludur. Doğrudan da, yəni vaxtilə Max Weber Alman sosiologu və sosioloji anlamda bunu istifadə edirdi ki, bəli, yəni bir sosioloq işlədiyi insanları, cəmiyyəti, qrupu başa düşməlidir. Biz eyni şəkildə bunu sosial işdə daha çox istifadə edirik. Adaptasiya anlayışı. Zaten adaptasiyada dediyimiz kimi, əslində adaptasiyanın müxtəlif növləri vardır. Biz fizioloji adaptasiya, bioloji adaptasiya, yəni ki, iqtisadi anlamda və sair və ancaq bizlər burada sırf adaptasiyanın sosial anlamda adaptasiyadan bəhs edirik. Yəni adaptasiya insanların yeni mühitə, şəraitə uyğunlaşmasına deyilir. Yəni bizim üçün dediyimiz kimi burada daha çox, yəni sosial elmlərdə bir insanın qrupa, kollektivə, cəmiyyətə uyğunlaşıb və uyğunlaşa bilməməsindən söhbət gedir. Yəni uyğunlaşırıqsa hansı səbəblərdən çətinlik çəkmirik, yaxud da uyğunlaşa bilməməyin də hansı səbəbləri var. Əslində biz burada da daha çox, yəni adaptasiya insanın digər insanlarla qarşı əlaqəsinin, fərdi hərəkətlərdən məmnunluğunu və funksiyaların həyata keçirməsi olub, şəxsiyyət, mədəniyyət və ailə münasibətlərindən təsirlənir. İnsanın xüsusiyyətləri və insanın üzləşdiyi vəziyyətlərin həssaslığı, ətraf mühitlə uyğunlaşmaya və onu dəyişməsinə təsir edən amillərdən biri kimi başa düşülür. Yəni adaptasiya olduqca önəmli bizim üçün anlayışlardan biridir. İkinci yarımbaşlıq da
zorakılıq və onun müxtəlif növləri adlanır ki, əslində burada da biz məhz xüsusi anlayışlardan biri kimi zorakılığı öyrənirik. Sosial işə bağlı olan anlayışlardan biri kimi öyrənirik. Yəni zorakılıq zorakılıq zədə, ölüm, psixoloji travma, inkişaf pozulması və digər formada olan zərərlər nəzərdə tutur ki, bir fərdin özünə və ya başqalarına qarşı yönəlmiş olar. Zorakılıq cəza tələb edən cinayətdir. Zorakılıq eyni zamanda zorakılığa məruz qalmış insan hüquq və azadlıqlarının məhdudlaşması və pozulması ilə nəticələnən və qanunla yol verilməz akt kimi qəbul edilmiş hərəkət. Yəni, aydındır ki, biz zorakılıq dedikdə məhz hər hansısa bir insanın müxtəlif dediyimiz kimi fiziki və yaxud da mənəvi psixoloji anlamda zorakılıqla üzbəüz qalmasını nəzərdə tutur. Və bu anlamda zorakılığın müxtəlif növləri var. Məişət zorakılığı, ailə daxili zorakılıq və deyək ki, iqtisadi zorakılıq, fiziki zorakılıq, psixoloji zorakılıq və s. Məişət zorakılığı yaxın qohumluq münasibətləri və bircə və ya əvvəllər bircə yaşamalarından sui-istifadə, valideynin uşaqlara qarşı kobudluğu və ya laqeydliyi, məişət zəminində fiziki, psixoloji və digər zorakılıqlar məhz məişət zorakılığına aiddir. Ailədaxil zorakılıq ailənin bir üzvünün digər üzvünə qarşı qeyri-normal qəddar davranışıdır. Deyək ki, ata, ana ya evladlar deyək ki, bir-birlərinə qarşı əgər qeyri-normal qəddar davranırsa, bu məhz ailədaxil zorakılıq hesab olunur. Cinsi zorakılıqda da məhz bu anlamda bir insanın digər insana qarşı məhz məcburi şəkildə zorakılıq göstərməsi özünü etibar edir. Fiziki zorakılıq dedikdə döymə, boğma, silah tətbiqi, bədənə xəsarət, sağlamlığa zərər, fiziki güc tətbiqi nəzərdə tutulur. Psixoloji zorakılıq söymə, təhqir, şərəf əlaqətinin alçaldılması, təhsilə mane olmaq, nikaha daxil olmağa məcbur etmək və ya mane olmaq, dözülməz psixoloji şəraitin yaranmasına səbəb olan müxtəlif tipli davranışlar. Əslində, psixoloji zorakılıq heç də fiziki zorakılıqdan öz mahiyyətinə görə, yəni çox da fərqlənmir. Əksinə, bəzi hallarda psixoloji zorakılıq fiziki zorakılıqdan daha dəhşətli və acımasız ola bilir. İqtisadi zorakılıq ailənin maliyyə resurslarını özündə saxlamaq, evdən kənarda işləməyə və ya işini davam etdirməyə mane olmaq, zəruri maddi vəsaitin əldə edilməsi üçün daimi yalvarmaq şəraiti yaratmaq, qazancı əlindən almaq, əmlak sahibi olmağa mane olmaq, ailənin maliyyə vəsaitini ailə üzvlərinin razılığı olmadan ailə tələbatına aid olmayan məsələlər xərcləmək və s. Və gördüyümüz kimi, yəni bu kimi məsələlərdən də bizə aydın oldu ki, məhz zorakılıq və onun növləri də sosial işlə birbaşa bağlı və sosial işin üzərində, yəni sosial işin üzərində burada çox böyük məsuliyyət düşməkdədir. Üçüncü yarım başlığımız deviasiya və deviasiyanın təhlilində müxtəlif nəzəriyyələr, diaqnoz və onun mərhələləri dayanır. Öncə deviasiya nədir? Deviasiya insan hazırki cəmiyyətdə qoymuş nümunə və normalara uyğun gəlməyən hərəkət və davranışlarına deviant davranış deyilir. Sosial elmlərdə cinayət deviant davranış növlərindən biri hesab olunur. Sosial işdə deviant davranışı izah edən müxtəlif nəzəriyyələrdən istifadə olunur. Yarlıq asmaq, yaxud damğa vurmaq nəzəriyyəsinə görə deviant davranışı şəxsiyyətin sosial kimliyinə güclü təsir göstərir. Bu baxımdan ilkin deviantı, yəni sosial normanın birinci bağlanılmaması və sonraki deviantdan fərqləndirmək lazımdır. Yəni birinci deviant, ilkin deviantla deyək ki, sonraki yaxud da ikinci deviant davranış hər halda müəyyən mənada bir-birinə fərqlənir. Çünki ümumiyyətlə deviant davranış dediyimiz kimi cəmiyyətin qayda-qanunlarına əməl etməməkdirsə, ilkin deviantda müəyyən mənada biz bunu rast gəlirik. Ancaq bu biraz belə demək mümkündürsə, biraz yüngül formasıdır deviant davranışın. Çünki belə deviant davranış tez-tez rast gəlinir. Demək olar ki, hər birimiz bu və ya digər formada yəni qanunu pozuruq. Hətta bəzən yaşadığımız zamanla ziddiyyətə giririk. Yəni deyək ki, hər hansısa deyək ki, yaşlı insanlara yer verməmək, yaxud da yolda, erzdə müəyyən mənada deyək ki, hansısa qaydaları pozmaq. Belə deviant davranışı insanlar edirlər. Ancaq deviant davranış əgər daha ciddi şəkil alırsa, o zaman cinayətə çevrilə bilər və artıq yəni ikinci halda
deviant davranışın mənfi tərəfi daha da ciddi bir şəkil alır və bu ciddi şəkildə qayda və qanun pozuntularına çevrilir. Yəni artıq e, cinayətə çevrilən deviant davranış müəyyən mənada bu deyək ki, qanunvericiliklə tənzimlənir. Ona görə də biz ilkin deviant davranışla ikinci deviant yaxud da sonraki deviant davranışı bir-birindən fərqləndirməliyik. Hər halda ilkin deviant davranışda fərqli olaraq sonraki deviant davranış məhz qanun pozuntusudur və bu məhz qanun şəkildə də cəzalandırmaq tələb edir. Gördüyümüz kimi deviasiyanın digər nəzəriyyələrindən biri bəzən irsən olduğunu iddia edənlər var. Yəni bəzi insanlarda müşahidə olunan deyək ki, qayda qanunlara, cəmiyyətin qayda qanunlara əməl etməməyi irsiyyətdən keçdiyini iddia edirlər ki, bəzi insanlar irsən deyək ki, bir-birini ötürülür, deyək ki, hansısa bir oğrun ailəsində oğru onun ənənəsini davam etdirir, deyək və sair və ilaxır. Yəni belə bir nəzəriyyə də var. Müəyyən mənada bununla da yəni razılaşmaq olar ki, hardasa belə hallarla da qarşılaşırıq. Hər halda bu nəzəriyyə də vardır. Bir də deviant davranışın səbəblərindən biri də hedonistik yanaşmadır. Yəni hər hansı bir insanın öz iradə və hərəkətlərini məhdudlaşdırmır, deyək ki, əqli şəkildə, rasional şəkildə nə görə hərəkət edir və bu istiklər isə yəni insan hər hansı bir məsələlərdən həddən artıq həzz almaq istəyirsə, ləzzət almaq istəyirsə, bu bir çox hallarda məhz cinayətə, haqsızlığa, qeyri-əxlaqi davranışlara gətirib çıxardır ki, bax bu da məhz onlardan biridir. Eyni zamanda müasir sosioloji konsepsiyalarda deviant davranışa interaktiv və struktur yanaşma çərçivəsində də baxılır. İnteraktiv yanaşmada cəmiyyətin normalar və dəyərlər kontekstində subyektin davranışı təhlil edilir, davranışın qiymətləndirmə sistemi və sosial reaksiya ilə deviasiya əlaqələndirilir. Yəni gördüyümüz kimi burada indi cəmiyyətin yəni bir çox şeylər dəyişir və burada daha real şəkildə yanaşmalardan deyək ki, və kənara çıxmalardan bəhs olunur. Struktur yanaşma münaqişənin yəni istər ictimai, mədəni, iqtisadi olsun, təbiətinə əsaslanaraq deviant davranışı izah edir. Yəni burada gördüyümüz kimi hansısa bir quruluşda nəyin dəyişilməsi və nə üçün dəyişilməsi də özünü büruzə verir. Eyni zamanda frustrasiya nəzəriyyəsində də deviant davranışın deyək ki, müəyyən elementləri büruzə verir. Yəni müəyyən insanlarda yalan, uğursuzluq, əsassız gözləmə, fikirlərin qarşılaması da bir çox hallarda məhz deviant davranışlara gətirib çıxarda bilər. Bu qaldı diaqnoz anlayışına. Diaqnozda biz bilirik ki, sosial işçi işə başlamamışdan öncə, yəni ilkin olaraq problemin mahiyyətini aşkara çıxarması, səbəbləri aşkara çıxarması, problemi müəyyən edilməsi, sonra həll yollarının həll edilməsinə bağlı. Yəni bu mərhələli şəkildə sosial işçi bu işi həyata keçirməlidir. Dördüncü yarımbaşlığımız diskriminasiya və stigmatizasiya adlanır. Diskriminasiya nədir? Vətəndaşların hər hansı bir qrupunun milliyyətindən, irqindən, dini və ya siyasi mənsubiyyətindən, cinsindən asılı olaraq hüquqlarının məhdudlaşdırılmasıdır. Cəmiyyətdə müxtəlif səviyyələrdə insanlar müəyyən düşüncə və yaxud mənsubiyyəti etibarilə diskriminasiyaya məruz qala bilirlər. Yəni insanlar hansısa cinsinə, irqinə, dininə, milliyyətinə görə məhz diskriminasiya ilə üzbəüz qala bilərlər. Əlbəttə, sosial işçi də çalışmalıdır ki, öz sosial iş həyatında, ümumiyyətlə öz həyatında və sosial iş həyatında heç bir zaman dini, etnik, irqi və digər məsələlərə görə nə özü deyək ki, ayrı seçkiyə yol versin, yaxud da kimlərsə bu cür ayrı seçkiliyə yol verirsə, bunun qarşısı alınmalıdır. Yəni, hər hansısa bir anlamda dini, cinsi, irqi, milli ayrı seçkiyə yol verilmək qəbul edilməzdir. Yəni, biz klientlərlə də, benefisiarlarla işləyəndə heç bir halda yəni ayrı seçkiyə yol verməməliyik. Bütün benefisiarlara, müraciətçilərə eyni gözlə baxmaq sosial işçinin borcudur. O, məsələlərə ancaq hümanı şəkildə yanaşmalıdır. Əslində, stigmatizasiya da bu və digər şəkildə elə diskriminasiya ilə bağlıdır. Çünki stigmatizasiya cəmiyyətdə xüsusilə psixi sağlamlıq zəminində stigmatizasiya problemi ilə tez-tez rastlaşmaq mümkündür. Stigmatizasiya damğalanmaq, daha dəqiq desək, ictimai damğalanmaq deməkdir. Yəni, biz cəmiyyətdə də görürük də, insanlar bir-birlərini hansısa fiziki qüsurlarına görə, yaxud da mənəvi psixoloji problemlərinə görə
bəzi insanlar digər insanları damğalayırlar. Yəni deyək ki, fırsadığına görə fırsat deyil, yəni daha doğrusu ayağında problem var, buna görə müəyyən çətinliklər yaşayır, ona fırsat adlandırmaq, ya gözündə problem varsa ona nə hansısa başqa bir adlandırmaq vurmaq doğru deyil. Damğalanmanın üç növü var. Fiziki təzahür və ya görünən xarici qüsurları olan insanlara qarşı, davranışları fərqli olan insanları, yəni psixi pozğunluqları olan və deyək ki, cinayət tərzi olan insanları, bir də milli və etnik mənsubiyyətə görə, ya da dini və ya siyasi mənsubiyyətə görə, peşə və maraqlara görə damğalanmaq. Yəni, hər halda biz bu hallarla da rastlaşırıq. Əslində, insanları dediyimiz kimi hər hansısa psixi xəstəliyinə görə hansısa bir adla damğalamaq, yaxud da vaxtilə oğru olduğuna görə və əgər o oğurluq edibsə və artıq onunla məşğul olmursa, yenə də onu damğalamaq doğru deyil. Yaxud da dediyimiz kimi, hər kəsi milli və etnik dini mənsubiyyətinə və ya inancına görə damğalamaq qətiyyən doğru deyildir. Çünki bu cür damğalamalar, insanları ləkələmələr, yəni insanları hansısa bir anlamda e, aşağılamalar qəbul edilməz. Yəni insanda gərək, yəni yenə dediyimiz kimi, hansı aşağılıq, stres, təcrid, günahkarlıq, yəni bu kimi damğalamalar bu kimi halları artırır. Bir də insanları passivləşməyə, uyğunlaşmamağa, ümumiyyətlə iş tapmaqda çətinliklərə və sairə sövq edir. Tolerantlıq anlayışı da vardır. Tolerantlıq dözümlülüyü nümayiş etdirir. Əslində dözümlülük dini, siyasi, iqtisadi və sairə alanlarda dözümlülük anlayışı vardır. Yəni dini anlamda bir insan öz inancı varsa başqa insanların inancına da dözümlü olmalı. Ancaq burada sosial işdə də sosial işçi gərək yəni benefisiarlarla işləyərkən, iş yoldaşlarla işləyərkən dözümlülük nümayiş etdirsin. Yəni hər bir insanın yəni benefisiarın bu cümlədən öz dünyası var, özünə məxsus inancı, düşüncəsi var. Bu məsələlərə görə onlara qarşı aqressiv olmaq, yaxud onların daha doğrusu da aqressivliyə qarşı sosial işçinin də aqressivlik nümayiş etdirməsi doğru deyil. Sosial işçi daha çox dözümlü olmalı. Bu bütün hallarda yəni özünü humanist, dözümlü, səbirli aparmalıdır. Çünki tolerantlığın əsas mahiyyətində də elə bu dayanmışdır. Beşinci yarım başlığımızda emosional yanma sindromu. Bu ise o deməkdir ki, sosial işçi öz iş həyatında bir çox uğurlar əldə etmək üçün yaxud da daha çox bacarıqlarını ortaya qoymaq, istedadını ortaya qoymaq üçün daha çox can ata bilər. Əlbəttə, öz işinə görmək, öz işini layiqincə yerinə yetirmək lazımdır. Ancaq burada həddindən artıq yəni yüklənmə doğru deyildir. Yəni sosial işçinin öz işini həddindən artıq can yandırması bəzən özünə zərər verə bilər. Yəni burada da ölçünü gözləmək lazımdır. Hər halda insanın, xüsusən də sosial işçinin altruist olması yaxşıdır. Yəni altruizm nə deməkdir? İnsanın davranış və diqqətini başqa insanlar və insanın qruplarının xoşbəxtliyi və maraqları istiqamətinə yönəlməsi. Başqalarına təmənnasız xidmətdir. Bu yaxşıdır. Yəni altruist olmaq. Əlbəttə, eqoizm də var. Eqoizm özünə vurğunluq. Ancaq özünü görməkdirsə, altruizm bunu tam əksidir. Hər halda hesab edirik ki, yəni emosional yanma sindromu o zaman baş verir ki, altruizmin də həddindən artıq ifratına varmaq doğru deyildir. İnsan gərək başqa insanlara yardım etmək, başqa insanlara təminatlı qayğı göstərməklə yanaşı, ancaq həddindən artıq özünü yükləməsin, özünə də müəyyən vaxt ayırsın ki, o öz işini normal şəkildə davam etdirə bilsin. Digər yarımbaşlığımız inklüziv təhsil və əlilliyi olan uşaqların təhsil problemidir. Bu da maraqlı mövzularımızdan biridir. Hər halda e, yəni inklüziv təhsil o şəxslərə göstərilir ki, orada dediyimiz kimi onlar artıq müəyyən problemləri var, əlillik problemləri var, istər əqli cəhətdən, istər fiziki cəhətdən. Yəni bunu önəmlidir. Yəni inklüziv təhsil o şəxslərə biz dediyimiz kimi göstərilir ki, burada hökmən biz bilməliyik ki, kimlərə nə üçün bunları göstərmək lazımdır. Hər halda yəni əlilliyi fiziki və əqli cəhətdən əlilliyi olan insanlar əlbəttə inklüziv təhsil şəklində həyata keçirilməlidir. Çünki inklüziv təhsildə məhz o şəxslərə yardım göstərilir ki, artıq onlara ayrıca təhsil vermək, onlara ayrıca qayğı göstərmək zəruriyyəti vardır. Bu olduqca önəmlidir. Yəni məsələn, Foster ailədə də müəyyən mənada odur ki,
uşaqlar üçün alternativ qayğı mənbəyi olan foster ailə valideyn himayəsinə məhrum olmuş uşaqlarla bağlı qəyyumluğun bir növünü həyata keçirən ailədir. Valideyn himayəsinə məhrum olmuş uşaqların ailə ortamında və ailə sevgisi göstərərək yaşaması üçün onlar uyğun ailələrə verilir. Bu övladlığa götürmədən fərqli bir haldır. Düzdür, həm övladlığa götürmə, həm də foster ailə alternativ qayğı modellərindən biri hesab edilir. Lakin hüquqi baxımdan uşağın qəbul qaydası və prinsipləri, vəzifə və məsuliyyətinin struktur baxımından bunlar bir-birindən fərqlənir. Foster ailə qayğı modeli dünyanın bir çox ölkələrində tətbiq edilən modellərdəndir. Bu qayğı modelində dövlətin rolu uşağın ailə ortamında yaşaması üçün çəkilən xərclərin ödənilməsində rolu böyükdür. Təbii olaraq uşağı foster ailəyə verən qurum uşağın vəziyyəti və ailədəki durumu ilə bağlı nəzarət edir. Monitorinqlər təşkil edir, prosesin daim diqqət mərkəzində saxlayır. Gerontologiya və ahıllıq da biz gələcəkdə bunları daha dərindən öyrənəcəyik. Gerontologiyada aydındır. İnsanın qocalmasının bioloji, sosial, psixoloji aspektlərini, onun səbəblərini və onunla mübarizə yollarını öyrənən bir sahədir. Gerontologiyanın komponentləri isə bunları yaş təşkilləri ilə bağlı xəstəliklərin öyrənməsi, həmçinin yaşlı və qocalıq dövründəki xəstəliklərin müalicəsi və profilaktikası, yaş qruplarında olan insanların ümumi və xüsusi gigiyena məsələlərini öyrənir, yaşlı və yaşlı insanların psixoloji və davranış xüsusiyyətlərini öyrənir, qocalmanın bioloji proseslərini öyrənir. Sosial gerontologiyanın dörd sahəsi var. Qocalığın insana özünün, qocalıqda dəyərlərin, insan ehtiyaclarının, onun davranış və həyat tərzinin dəyişməsinə təsirini öyrənilməsi, yaşlı şəxsin qrupdakı mövqeyinin öyrənilməsi, ailədə, kollektivdə hususlarla qarşılıqlı əlaqənin öyrənilməsi, həmçinin yaşlı insanlardan ibarət qrupların xüsusiyyətlərinin öyrənilməsi, bütövlükdə cəmiyyətdə yaşlı insanların bir demoqrafik birlik və sosial proseslərə təsir göstərərək sosial prosesin təsirinə məruz qalan əhali qrupu kimi öyrənilməsi və bir də müxtəlif yaş qruplarına müxtəlif dərman vasitələrinin orqanizmin müəyyən funksiyalarının təsirinin öyrənilməsi. Bunlar da gördüyümüz kimi önəmli məsələlərdir. Humanizm anlayışı var. Qısaca deyə bilərik ki, humanizmdə məhz insan ləyaqətinə hörmət, insanpərvərlik, insansevərlikdir. Humanizm insanın öz həyatını məzmunu və formasını müəyyən etmək, hüququna və öhdəliyinə malik olduğunu iddia edən demokratik və etik həyat mövqeyidir. Humanizm insanın bilik və bacarıqlarından istifadə etməklə insani və digər ailə dəyərləri söykənən etik əsasında daha humanist cəmiyyətin yaradılmasına səsləyir. Və bir yarımlaşdığımız da klient kimdir fərqlərlə işlər. Əlbəttə biz benefisiarın kim olduğu bizim üçün aydındır. Benefisiar bizə müraciət edən şəxslərdir. Deyək ki, benefisiar o şəxsdir ki, biz onları fərd, qrup və icmalardan ibarət olur. Benefisiar o kəsdir ki, onların problemi var. Və könüllü benefisiarlar var, könülsüz benefisiarlar var. Bir də hüquqi mandat altında olan benefisiarlar. Bir də yarımaçlarımızdan biri də məxfilik, müdaxilə və reabilitasiyadır. Məxfilik odur ki, benefisiarla sosial işçi arasında olan məsələlər hər ikisi arasında qalır. Yəni sosial işçi benefisiarın ona anlattığı dərdlərini, önəmli bilgilərini heç kəsə axtarmır, heç kəsə demir. Əlbəttə istisna hallar ola bilər. Yəni ancaq o hallarda sosial işçi benefisiarın problemini digər insanlara, müvafiq qurumlara çatdıra bilər ki, birincisi benefisiar özü buna razılıq verir. İkincisi isə razılıq vermədiyi halda əgər məsələdə çox ciddi şəkildə bir problemlər varsa, benefisiarın yəni bu açıqlamaması mümkün deyilsə, o zaman sosial işçi müvafiq məhkəmə orqanları ilə, müvafiq qurumlarla bu məsələni həll etməlidir. Beləliklə, biz bugün də yəni dərsimizin sonuna gəldik. Hər halda ümid edirik ki, digər anlayışlar da var. Biz gələcəkdə də bu anlayışlar haqqında sizə geniş bilgi verəcəyik. Sağ olun, salamat qalın.